Demək, Allahdan gizlin deyil, bəndədən niyə gizlin olsun deyib bu videonu çəkmək istədim. Bir İran aşiqi mənimlə bağlı paylaşım edib ki, bəs sən demə Könül Cəfərli Allahı inkar edir. Açığı özüm üçün də çox maraqlı gəldi. Görəsən mən harda Allahı inkar etmişəm? Demək, bunların Xamneyi ağaları ilə bağlı bir çıxışımdan kiçik bir hissəni paylaşıb. Onların dini təsəvvürünə görə, yəni o şəxsin təsəvvürünə görə, əgər kimsə bunların Xamneyi ağalarını ayətullah kimi qəbul etmirsə, Allahı inkar etmiş sayılır. Bilmədim gülüm yoxsa ağlayım. Amma onu deyə bilərəm ki, mən müsəlman, Azərbaycan türküyəm. Nə Rəbbimi, nə Qurani Kərimi, nə Peyğəmbərimi, nə də İmam Əlini inkar etmirəm. Və kimin hansı dini əqidədə olmağı da mənə maraqlı deyil. Əslində demək istədiyim başqa sözlər də var, amma ehtiyat edirəm ki, birdən etiq olmaz. Sizə görə yox ha, özümə görə, özümə yaraşdırmaram. Ən önəmlisi isə dini etiqadından asılı olmayaraq, hər kəs öz dövlətinin vətəndaşı olmalıdır. Birinci öz bayrağı, öz dövləti, sonra başqa dövlət, başqa bayraq.